şəkildə bir adam çıxır. Bağışlayın, üzr istəyirəm, indi belə şey demək yaxşı deyil, ancaq belə səmimi şəraitdə deyə bilərim. Meymuna oxşayan bir adam çıxır. Düzü mən məhətdən qaldım ki, bu kimdir? Mən uzun illər Bakıda rəhbərlik eləmişəm, çox adamları tanıyıram. Bu hardan çıxıb, hardan meydan olubdur? Yanımda olan adamlardan soruşdum ki, ay kişi budur, kimdir danışan? Biri dedi ki, bu bazarda göy satandır. Öbürsü dedi ki, Maşdağadan gül satandır. Onun danışığında gördünüz de Qədeş danışığı. Gördünüz o Qədeş danışığında. Gördünüz o ne danışır? Deyir bu yazık, deyir bu yazık, deyir bu müdərlim o. Kimi deyir tövbət başlatıbdır deyir. Ne istəyirlər bunlar? Nerede deyirlər? Bu Əliyov ne istəyir? Ve sonra örgünəm ki, demək, mütərlim o belə adamları ətrafına yığır. Onu xüsusi deputat seçdirib, gətirib ora. Sonra dedilər ki, güya orada bir tövbə cəmiyyəti yaranır. O tövbə cəmiyyətinin bu sədridir. Eyni zamanda mənə dedilər ki, ondan sonra o Məşdağanın o həqiqi dindarları, o belə nurani dindarları, din xadimləri gəlib bunu döyüblər, deyirlər, köpək olub, bağışlayın üstdən. Sən nə bilim, arvadın belə, uşağın belə, özün 2 dəfə türmədə yatmışsan, özün narkomansan, nə bilim, özün filansan, sən indi gəlib Azərbaycan xalqına nəsiyyət verirsən. Görürsünüz, vəziyyət nə tərdir? Ona görə bax, bu cürə adamları başına toplayıb, Azərbaycanın, o cümlədən Azərbaycanın ən saf yeri olan Naxçıvanı bu dəqiqə onlar parçalamaq istəyirlər. Gəlin bir ola, gəlin parçalanmayaq. Mən bütün Nehrəm cəmaatını ürəkdən istəyirəm. Bir şey də yadından çıxdı. Mən sentyabrın 1-də bura gələn kimi, sentyabrın 1-də, eşitdim ki, bir qarşılıqlıq olubdur orada o Ali Sovetin yanında. Eşitdim ki, bir qarşılıqlıq olubdur orada o Ali Sovetin yanında Nehrəmlərdən bir qrup ora gedib. Götürdüm Tahir Əliyevə zəng elədim. Tahir Əliyev də mənim çox hörmət bəslədiyim adamdır. O, mənim rəhbərliyim vaxtında vəzifəyə gəlib. Mən onu həmişə müdafiə eləmişəm. Onu İliç kimi, indi Şərur deyilir, böyük bir rayona birinci katib qoymuşam. Və həmişə ona yaxşı münasibət bəsləmişəm. Sonra Moskvadan işləyərdim, ona yenə də hörmətim olubdur. Sonra mən orada işdən kənar olandan sonra onun buradan raykom katibliyi ilə kənar olmasına çox narazılığımı bildirmişəm. Çünki o doğrudan da belə çox işgüzar adamdır, başarışıqlı adamdır, hörmətli adamdır. Mən onu bir ağsaqqal bilərək və onunla keçmiş əlaqəmi əsas tutaraq zəng elədim Tahirə, dedim Tahir müəllim, vəziyyət burada Naxçıvanda gərgindir. Mən burada yeganə adam görürəm, indi vəzifəli adamlardan. Məsələn, mənim ən çox hörmət bəslədiyim adam Əqil həkimdir. Bu çox belə namuslu, qeyrətli bir şəxsiyyətdir. Amma bunun axı bir vəzifəsi yoxdur. Bu Nehrəmdə həkimliyin edir. Amma Tahir Babək rayonunun rəhbəridir. Naxçıvanda da nüfuzu çoxdur. Ona görə mən buna dedim ki, gəl girən bir söhbət edək. Çox sağ olsun, gəldi bir 20 dəqiqədən sonra. Bir saat yarım mən bundan söhbət elədim. Vəziyyəti dedim, öz də dedim ki, gəl girən həmkarlıq edək. Gəl bir yerdə işləyək. Gəl bir yerdə bu vəziyyəti, gərginliyi götürək. Özünə də dedim ki, axşam saat 6-da miting olacaqdır meydanda. Mən o mitingə dəvət ediblər, mən gedəcəm o mitingə. Sən də gəl o mitingə. Gəl gələk orada çıxış edəyək. Mən də çıxış edeyim, sən də çıxış elə, xalqı birliyə çağırır. Söz verdi, gəlmədi. Mən çox təəssüf edirəm. Sesiyada gəlmədi. Ancaq yenə də bunların heç birisi mənim məsələ Tahir Əliyevə olan böyük hörmətimi qətiyyən sarsıtmır. Mən əvvəlki kimi böyük hörmətimi qətiyyən sarsıtmır. Mən əvvəlki kimi Tahir Əliyevə çox hörmət bəsləyirəm və güman edirəm ki, Tahir Əliyev Naxçıvan miqyasında öz görkəmli yerini tutub və bundan sonra da tutacaqdır. Bir sözlə, bax, bir neçə belə konkret faktları sizə çatdıraraq mən demək istəyirəm ki, mənim yeganə məqsədim odur ki, hamı bir olsun. Nehrəmlilər də bir olsun, Cəhlilər də bir olsun, Ordubadlılar da bir olsun, Şərurlar da bir olsun, Sədərəklər də bir olsun, Çulfalılar da bir olsun, Naxçıvanlılar da bir olsun, şəhərlilər, bütün Naxçıvan Muxtar Respublikası bir olsun. Mən də bu birliyi təmin etmək üçün çalışacağım. O
O ki qaldı sizin Nehrəmin cürbəcür sosial-iqtisadi problemləri. Seçki qabağı görüşlərdə siz mənə bu məsələləri mənim qarşıma qoymuşdunuz. Mən o vaxt bu məsələləri Afiyəddin Cəllovun da qarşısında qoydum. Sonra Nazirlər Sovetinin qarşısına qoydum. Təəssüf ki, baxmayaraq mənim indi geçmiş təcrübəmə də, hörmətimə də, bu adamlar mənim altında böyük, əlimin altında böyümüş adamlar, bunlar mənim sözlərimə belə dərindən fikir vermədilər. Əhbər Əliyev birinci katib seçilən kimi mən çox sevindim. Dedim ki, yaxşıdır, demək indi Naxçıvan Muxtar Respublikasının rəhbəri Nehrəmdəndir. Demək o Nehrəmin bütün sosial məsələlərini həll eləyəcək, mənim də bir deputat kimi vəziyyətim yüngülləşəcək. İndi nə həll oldu bu müddətdə, nə ki həll olmuyor. Onları mən sizə söz verirəm ki, həll olunması üçün çalışacağım. Sizin su məsələniz var, o mədəniyyət evi tikilmək məsələsi var, sonra o xəstəxana tikirsiniz, onun deyəsən gedişi var, Aqil Həkim. Əbraqunusdan su gəlmək məsələləri var, bunların hamısını mən bilirəm. Mən çalışacağım ki, bunların hamısının həlli üçün öz səyimi qoyum. Bax, bu qədər. Kəlməni də mən sizə demək istəyirəm. Bu günləri sesiyada görürsünüz da, bu Ali Məclisin sesiyasında cürbəcür belə gərgin vəziyyətlər olur. Bir məsələ oldu ki, bir komissiyanın tərkibini biz təşkil edirdik. O komissiyanın tərkibini təşkil edəndə, o komissiyanın tərkibinə əksərən, demək, Naxçıvan vilayətinin xalq cəbhəsinin üzvlərindən olan deputatlar düşmüşdür. Bir nəfər başqa deputat durdu, dedi ki, bu belə hüquqi cəhətdən düz deyil, gərək o tərəfdən də olsun, bu tərəfdən də olsun, falan olsun, peşməkan olsun. Mən ona cavab olaraq dedim ki, bilirsiniz, bu hər şeyə hüquqi qiymət verərək aranı qarışdırmaq lazım deyil. Şübhəsiz ki, hər bir komissiyada hər bir qüvvələr təmsil olunmalıdır. Ancaq gəlin bir həqiqəti deyək. Həqiqət də ondan ibarətdir ki, Azərbaycan Xalq Cəbhəsi, Naxçıvan Xalq Cəbhəsi yaranan vaxtdan demokratiya uğrunda mübarizə aparır. Azərbaycan Komünist Partiyası və onun mürtəcə rəhbərliyi Vəzirov Mütəllibov başda olmaq şərti ilə bütün demokratik hərəkatları boğur. Bu həqiqətdir. İkinci həqiqət də ondan ibarətdir ki, 19 Avqustda Moskvada dövlət çevrilişi oldu. Mürtəcə qüvvələr zorakiliyi ilə hakimiyyəti ələ keçirdilər və 3 gün hökm sürdülər. Ancaq bu momentdə hər bir şəxsin, hər bir təşkilatın mövqeyi büruzə çıxdı. Azərbaycan Xalq Cəbhəsi, o cümlədən Naxçıvan Xalq Cəbhəsi, ayın 19-unda heç bir şeydən qorxmuyor. Qorxmuyorlar ki, hakimiyyət keçmişdi yazılın əlinə. Kriçkov, Dövlət Təhlükəsizlik Komitəsi